Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günlərim sizə 36 növdə bitkidən tərkibində başlıca çay tikanı yağı olmaqla hazırlanan diş məzunundan danışacağam. Bu diş məzunu bildiyimiz diş məzunlarından deyil, tərkibində hər hansısa bir əks təsiri verəcək flor və s. kimi qatqı maddələr yoxdur. Tam təbiidir və ağız boşluğu xəstəliklərində, xüsusilə paradontozlar, kariyeslər, çatlar və s. kimi bir çox ağız boşluğunun, diş əti qanaxmalarının aradan qaldırılmasına şərait yaradacaq başlıca məhsullardan biridir. Bu məzun tərkibində belə bir diş fırçası ilə hədiyyə göndərilir və bu diş fırçasının da özünə məxsusluğu bundan ibarətdir ki, ağız boşluğu qanaxmalarında, diş əti qanaxmalarının tamamilə aradan qaldırılmasına şərait yaratmış olur. 135 qramdır, 135 qramı siz bir ay müddət ərzində ailədə əgər 4 nəfər varsa istifadə edə bilərsiniz. Çünki özünə məxsus bir istifadə qaydası var. Yəni diş pastasını bu fırçanın üzərinə tam sürtmürük də. Sadəcə bu ağ hissəsini görürsünüz. İndi mən əl vurmuram, ancaq o hissədən sürtməklə rahat bir ay müddət ərzində istifadə edə bilərsiniz. Ağız boşluğunuzun şəxsi gigiyenasını təmin edə bilərsiniz.